yer Vitorius. He, bakın da olasın. Sağ ol Kemal, sen 30 yaşa olmasın, böyle olasın. Sağ ol Nebaba, sen niye böyle olasın? Aslan tuğun yok hakimde, hamıza birisi düzlenir, hamıza birisi narkamada, sen nesən? Sen nesən? Sen kimsenin yararına yazık. Ben sen kafasında danışmıyorum ki, namus millətdir. Senin başka benim canım kurban olsun beni. Onun ellerinden öpür, sen nesin bilsen? Ben atama göre böyle fikri alıyorum. Atamın 2 tane geldi anamın da, atamın alalım. Yakın başını bile altınıydı. Ben senin 2 tanenin üstüne sürmemişim. Bir soru çıkıp, ben halkına sözsüzde geçirem. O demeyinden değilim sana bugün. Hadi! Sana göre ben burada yazıda hiç dostlarımızda ben yazıda. Ben de dururum, elimi giyinirəm, gedirəm lazım olan yere ərsəmi de yazırım. Səhər də saat 9:30'da Santa Barbara serialının davamı gəlir. Bu Azərbaycan devlətində bu televiziyalara şəhər canavarda çıxır, qazilər də çıxır, böyük insanlar da çıxır, dindarlar da çıxır. Sen kimsən az özündə döyürsün, deyəcək ki, televiziyalar halkımızda gündəsiz. Partiyasız, biz partiya demiş, sen gittiğin yerler partiya. Biz bozulxana yerlere gelmiyor, evimde otururum. Sen amansız kafede oturmuşsun kimlerle seni. Kabuşlarla, bunlarla bəzilərini. İndi ola bilməzsən, biz bomba olalım. Necə gün aparsalar belə diyoruz ha. Sənin ətrafında bunlardır. İndi gəlsinlər, mənsinlər ki, o deyil. Mən sənə 2 gündür cavab vermirəm, hissəyə görə Nərman mənimlə icazə vermir. Bir də mən 1-2 nəfərlik yerə məsələdə ki, mən də çıxdım, özümü arsızlığa vurdum. Dedim cəmaatı ki, bəli, sən birinci danışımına razıyam. Biz gəlib o qızları çıxartmayalım. Amma onları mən birinci çıxartmamışam. Çoraq məsələsində zahal çıxardı, əcəbi. Sonra da qızlar çıxar, çıxartın gəl Vitoriya. Ayıb döyürsənə, sən qıza görə efirdə sən qurdular, dedilər beləyəm. Sən çıxıb deyəcək ki, siz qeyriyyətdən danışmıyıq. Niyə qeyriyyətdən danışmıyıq? Bacımın dırnağı da ola bilməzsən namus qeyriyyətdə. Bacımın atılan dırnağı ola bilməzsən. Sən bu eldə cəmiyyətdən. Sənin bacın pərinin dırnağı ola bilməzsən. Mənim bacım Fatimənin dırnağının tozu ola bilməzsən. Nənəsinin üstə tüflər çıxıb mən burada belə eləyənlərə deyir ki, belə eləyənlər, az belə eləyirsən gözünə soxaram elmən. Az Milipur, Qaquş, başa düşdü. Əlim qafıdan qaraldı. Yoxdur. Əli olan əmin oturur ki, Qaqaş. Svitoy belə getdi. Mən də deyirəm, hayatı Svitoy nədir getdi? Mən nə bilim var, mən küçük mən başım. Mən sonra bir də ki, belə dedim. Sən türbədə yaşayırsın, sən 30 sana. Sən sənə mən deyirəm, yox, sən mən deyirəm, bu 30'muşum, özünü göstərir. Sən bir nə qədər aşağıya, gəlin, otur, belə bildim ki, mən dilini soracaq, mən atatla ayaqdan yoxdur. Mən bir nə qədər şöhrət edə bilərəm, o mənim sələfkarımdır. Mən dədəm dairdən qorxmuram, aynıyız. Mən müğənnədən qorxacağım. Sənə dəstək veren insanların yarısı deyil. Yarısının doğumu ilə görüşür, yarısının iddiasında doğularla görüşür. Yarısı tadruqaların əmrində. Mən bilməm var ki, camiyyələ mən bilmirəm. Sən kim dəstəkdir? Normal bir adam ki, mən bildirüzdür. Kim dəstəkdir? Kim? Ad dinə bilir ki, təmiz sənədə atan dəstəkdir. Bir ad çəkmənə. Adın yazmaya ki, o budur. Çıxım onun haqqda dəqiqəfəsini deyim ona. Yox, məməşini bu söhbətə qatmayın. Onun məməşi bilməyərək çıxım. Onu gəlin, deyir adam düşmançılıq eləyəndə məhcəsinə eləyər. Mən sənə məhcəsinə düşman eləyər. Sənə müğəmbi sənə tərəf durub məhvəs eləyər. Onun haqqında bilgilərini danışmayanın balası ölsün. Çıxar o televiziyada sən bütün Petrus dostlarının hamısını şəkilini paylaşır. Benim məhvəlisiyyə. Dilimizi sokun dinmez, sizə indi mən sizə deyirəm. İndi mən sizə deyirəm. Mən də analiz etmişim, düşdü bundan da var. Dalay sizə analiz etmişim. Mən tələb edirəm bu müğənlərdən analiz etmişim. Bunlar üzərində öyrüyor.
ses yazıları var ki, en nadir durumlar hakkında fikir yürüdür. Onun gülməsində mənim şikayət ərzəmi qeydə alırsın. Və bütün sosial şəbəkələrdə var, bütün birinci yaprakları adlandırır. Onlara türmədə yatan insanlar haqqında sözlər var. Deyir ki, misal üçün siz nə bilim, bu türmədə yatanlar buyurdu, onu mən türmədə yatmamışam. Və mən bu xanım haqqında şikayətləyəm, çünki bu xanım bütün civrici işləri təqdir edir. Ümumilikdə cəmiyyəti şuşqa adlandırır, səviyyəsiz adlandırır, çağırır cəmaatı ki, gəlin belə eləyək, bunu bir-iki dənə bilməm türmədə yatıp çıxan dostları var, onlara güvənir. Bu gün mən istəyən hərsən daxil olsun ki, mən də sada gedib daxil işlər nazirliyinə şikayət edirəm. Çox sağ olun, minnətlərim sizə, var olun, Allah can sağ olun, sizə var olun, var olun, var olun, var olun, var olun. Vəkilini hesaba verəcəyəm, vəkilini verəcəyəm. Gəlirsən sənin o abiyi dostlarım. Buradan da o bəzi aparışları deyirəm ki, tüfürüm sizin üzünüzə. Kür sözü başınıza ki, siz hansısa bir hallanan, özünü tanımayan bir əlində qalmışsın. Mən 2 gündür dözürdüm. Bu da bu şey sənə bəsdir. Bax, indi biləsən ki, bundan sonra mənim haqqımda danışacaq hər bir kəlmə sənlə də görüşdürəcək. Çünki həvəsdirəsən. Gedərsən, devlətin yanında cavabı verərsən ki, sən kimsən ki, ümumiyyətcə televiziyalar haqqında çıxıb deyirsən ki, siz şuşqasız, siz pavilyonsuz, yəni pozulxanasız, nəsiz. İndi sənin onu mənim dostlarım. Kişilər gizlin geylər. Bir dənə sizdən status görün. Görün ki, televiziyaları pislərsiniz. Sizin o geyliğinizi, Dağıstan'a gelip kiminle görüştüğünüzü, yalnızda işini getirdiğinizi, başka adamı, demesem mən atamın otorik söylüyorum. Size buradan diyeyim. Biriniz siz çıkıp biz televiziyalarımıza əsassız şekilde biz aparışlar təhqir ediyorsa, sizin əməllərinizi bu cəmiyyədə deməyən sıqayır. Bunu deyirəm, bu sözünün cevabında diyemem. Ve sabahta 9:30'da bu serial ümumi ölçü vəziyyətində olacaq ki, görün, xanım müğənni hansı haqla Azərbaycan televiziyalarına səviyyəsiz, siz çuşqasız, siz üzdən İraqsız, nə bilim, Svetoy, nə bilim, bunları hansı ihtiyarlar deyil. Kim buna bu icazəni verir? Mən buna sabah bölgəmin qanunlarıyla bu qadın çağırılacaq və bu həddində dilin sözü. Mən orada o ekran kardeşi aldım. Sən o sözə görə sən səylə məndən üzr istəyəcəksən. Nərimin qəlbinə and olsun ki, məndən üzr istəyəcəksən. Sən demişəm, bəlkə də bir pof yemişəm ki, deyəcəksən. Demən dinizdirməsəm sənə ya. Qanunla mən tabi zəliyyət olmam. Mən sənə bugüne qədər dediklərim 2 gündür susmuşam bütün aparışlarımı. Sənə bu dediklərimi devlətle yedizdirməsən, mən əliyətdən o efirdən çıxaram. Gedərəm, amma səndən axıracan gedəcəyəm. O mənə bayaq bir sözdür da, sənə onu yedizdirəcəm sənə. Sən ki mənə brilliant daşıvan ziyarətlidir, mən sənə onu Svetoy yerine and olsun. Sen o Svetoy yanında oturanlar var. Onların o Svetoy yerlerine and olsun. Sen yedizdireceğim. Sen de olanlarla deyirəm ki, nömrəmdə səhiyədə var. Hünəriniz var, biriniz mənzən. Hünəriniz var, biriniz mənzən. O qədər ama sizdə yox. Çünkü siz de hallanırsınız, sırlanırsınız, neyinirsiniz bilmirəm. Ama mən bu şey haqqım, evdən bayıla çıxım. Sabah saat 9:30'da səslərlə, kayıtlarla, tarixin bir günündən vaxtınız olsa bax. Geceniz qeydə qalsın, öpürəm sizi, özünüzdən müğayət olun. Sustum, 2 gün. İsa'nın xatirə. 50 bin adam var ya. Pərinin xatirə, işlərim əlməmişdir. Dedim pərinlə düzçülüyü kəsiləm, ayıb bir göz deyirəm. Sən o çıxar, sən
başa rast gəldi. Mən sənin üçün nə niyan görürəm, nə o sevinç görürəm. Sənin o müğənni dostlarla deyirəm. Hodri meydan, tiyes hamı uzun tarihçesi var. Dağıstanda görüştüğümüz oğlandan tutmuş, hansı ki tuturlar şərqləri, ad verəcəkdirsə. Burada dost olup sonra bazısına əl verənlərdən. Hamımız ayrıldı. Öpürəm sizi. İndi gedin, görün. Kıyamet. Kırkınlar, kıyametler. Baktım az bir yaktan ona bakırıq canlılar. Bir yaktan ona bakırıq. Ekran tıklayınız. Xəyanətkarlar. Bir dağlıya məni satanlar. Seydə Sultanı məni satanlar. Hıqlıyım. Kırgınlar, kıyametler. Başınız karışır ama. Başınız karışır, vaktiniz gelir. Ne hayırsız. Ve günde bir şey olmalı mı? Vaktiniz geçsin diye. Vaktinizi öldürürsün. Ne hayırsız. Yazıcı kız. Kır Azerbaycan'ın ne kadar millet var şeye TikTok'ta. Çoktu. Neçə milyon görün əhali TikTok'a girir. Uşaqlar, pəncərən birisinin əqinə düşdü, sürtdü. Qaz sirkası burası qoyulmuş, qafı qara ləkə bıraxdı.
Buna baxın uşaqlar. Setka qafqara. Buna bax. Qafqara ləkə bıraxır setka. Niyə? Gün pəncərənin günə qoydum. Pəncərə setkanı çizmir, prostoy setkaymış. O birisi setkalarda belə qara şey çıxmırdı. Her şeyin zahini çıxardıqları, her şeyin. O gün də almışam bana setka. O niyə belə olmadı? Bunu domestosla mütləq. Bunun domestosdan əlacı. Başqa yolu yoxdur. Ne daha doğrusu? Dunga. Facebook'un mesajlarda öldürdüğü de beni. Facebook'ta keşke haberler keşke olur, jurnallar keşke olur. Gidin Facebook'a. Sen bunu beceracaksın. Bir becerdin. Sen bunu yapacaksın, yaptın. Sen her şeyin ötesinden geleceksin inşallah. Sen bir fakirsin biliyorum. Sen saf rol oynayamıyorsun biliyorum. Sen insanları kandıramıyorsun biliyorum. Sen bir melek olabilmiyorsun biliyorum. Biliyorum. Biliyorum.
Lekesi kaldıydı. Şimdi abonun altında kalır.
Çocuklar. 500 bin ekran tıklayabilirsiniz mi? Güzel izleyicilerim. 24 saatte canlı dayan. Uşaqlar, keşi kim bilir ne demek? Nedir keşi? Adı keşi. Kim bilir? Desin. Ne demekti keşi? Divara emisi yox, ama böyle olacaq. Keşi nə deməkdir? Deyin görüm. Keşi Azərbaycan sözüdür. Keşi. Ondan sonra Azərbaycan sözüdür. Keşi o vaxtı qədimi elementlərdə, qədimi binalarda, qədimi çox imkanlı ailələrdə, çox imkanlı evlərdə keşi elə bilən metlaqdır. Keşi metlaqdır, amma el oymasıdır, el işidir. İndi keşi Azərbaycanda yoxdur və istifadə eləmirlər də. O pek eləmək istəmirəm, uşaqlar Sakoya yazın. Çünki iş görürəm. Biraz başım qarışıqdır. Bax, keşi olsa mən keşi alaram. Məsəl üçün, çox az bir miqdarda harası dekor vurmaq üçün üstü əl işləmələri olurlar. Dörtlü kimdir? Deyin görün kimdir? Dörtlüdə kim olacaq? Kim var? Səadət, sonra Sako, mən, dördüncü kimdir? Rafa kimdir? Rafa kim? Təzə çıxıb. Qızdır. Qoy baxın. Harada telefonum? Qoy baxaq. Odur. Sever oyundadır var bir şey. Yok da bilirdi de saat 12'de oyun. Belki ben yaxın olsaydı oyunda görərdim. Hə, deyək, Sakoya deyin atsın. İki oyun oynayayım. Sakoya deyin atsın. 1-2 oyun oynaya bilərəm. Başım ağrıyır ama. Gelin mesaj tapamadım. Ama dəstək olun ha.